Ester. 7-ci fəsil. Hamanın məğlubiyyəti və edamı. Padşahla Haman Mələkə Esterin ziyafətinə gəldi. İkinci gün şərab içiləndə padşah yenə Esterə dedi: Mələkə Ester, nə istəyirsən? De sənə verim. Arzun nədir? Padşahlığımın yarısını belə istəsən, verəcəyəm. Ester padşaha cavab verdi: Əgər padşahın gözündə lütf tapmışamsa, əgər padşahın xoşuna gəlirəmsə, istəyim budur ki, mənə həyat bəxş etsin. Arzum budur ki, xalqıma qıymasın. Çünki həm mən, həm də xalqım qırılmaq, öldürülmək, məhv edilmək üçün satılmışıq. Əgər bizi qul-qarabaş kimi satsaydılar, susardım. Çünki padşahı belə bir dərdlə narahat eləməyə dəyməz. O zaman padşah Ahişveroş Mələkə Esterdən bu işi kim eləmişdir? Ürəyində belə istəyi olan haradadır, deyə soruşanda Ester dedi: Bizə nifrət eləyən düşmənimiz bu bədxah Hamandır. Padşahın və mələkənin önündə Hamanı dəhşət bürüdü. Padşah qəzəblə şərab süfrəsindən qalxdı və sarayın bağçasına çıxdı. Haman isə Mələkə Esterdən canı üçün əfv diləməkdən ötürü içəridə qaldı. Çünki gördü ki, padşah onun aqibətinə qərar verir. Padşah saray bağçasından şərab içdikləri ziyafət yerinə qaydanda gördü ki, Haman Ester uzanan kürsünün üzərinə döşənib. Padşah dedi: Bu nədir? Bu adam evimdə, mənim yanımda mələkəni zorlayacaqmı? Elə bu sözlər padşahın ağzından çıxanda Hamanın üzünü bağladılar. Hərəmaqlardan Xarvon adlı bir nəfər padşaha belə dedi: Budur, Hamanın evinin yanında 50 qulaç hündürlüyündə dar ağacı var. Onu padşaha xeyir xəbər verən Mordokay üçün hazırlatdırıb. Padşah dedi: Ondan özü asılsın. Hamanın Mordokay üçün düzəltdirdiyi dar ağacından onun özünü asdılar. Bundan sonra padşahın qəzəbi soyudu.